Salam, hər vaxtınız xeyir dəyərli şagirdlər və müəllimlər. Bugün keçirilən OTK 9-cu siniflər üçün olan sınavın izahını verəcəm sizə. Demək olar ki, mətnləri də verəcəm, qrammatika hissəsini də verəcəm. Gəlin baxaq. Sözlərin leksik mənaları ilə bağlı uyğunluğu müəyyən edək. Deməli, analoji, oxşarlıq deməkdir, mühafizəkar köhnə fikirli, taktikada, döyüşdə, hər hansısa bir oyunda aparılan siyasət, belə bir şey. Döyüşü aparmaq siyasəti 3-ə gələcək. A. Oxşar, bənzər. B. Mühafizəkar, köhnə fikirli. D. Asan bir sualdır. Zid tərsi aid heç nə bir şey yoxdur. C-ni silsək, qaldı nə? 1-ə də Y getməz. A variantı. 1A. Etalon kimi də cavabları paylaşaram. 1A. 2. Eyler-Venn diaqramında cümlələrə aid olan fikirləri müəyyən edin. Baxaq, nədən istəyir? Sintaktik təhlil eləyək. Baxın, bir qayda var da. Əgər xəbər məstərdirsə, mübtədanı ayırırıq. Məqsədi nə idi? Məşhur insan olmaq. Düzdür. Sonra çalışırdı. Nə səbəbə? Məqsədinə çatmaq üçün. Məqsəd zərfli. Nə zaman? Daim. Fe'li xəbərlərdir. Xeyr. Fe'li xəbərli deyil. Məstər heç vaxt fe'li xəbər olmaz. A getdi, D getdi. Yalnız başı cümlələrdən ibarətdir. Bəli, doğrudur. Biz ikini götürəcəyik. Uyğun variant kimi Y-də getdi. Xəbərlər sadə feillə ifadə olunmuşdur. Sadə feil deyirsə, insan olmaq sadə feil deyil. Mürəkkəb feildir. 3-ü silirik. Qaldı nə? B. 2, 4, 4-ə 2 zərflik. Gördüyümüz kimi 2 zərflik var. Mübtədası var. Xeyr, mübtəda yoxdur. 2, 4, B. Hansı sözün tərkibində dodaqlanan saitlərin sayı daha çoxdur? Leksikologiya, kosmonavt, biologiya ya da var. Orfoqrafiya, kosmos olunur. 2 dənə O var. A. Sual əvəzliyi ilə yaranan sual cümləsini müəyyən edin. Sual əvəzliyi ilə istəyir bizdən və sual cümləsi durğu işarəsi də yoxdur. Biz birinci sual əvəzliyi tapmalıyıq. A-da var, B-də var, C-də yoxdur, Y-də ədatdır, D-də də nə bağlayıcıdır. Burada da bir şey yoxdur. Diqqətli olmaq lazımdır. Baxın, burada baxın mürəkkəb cümlədir. Mürəkkəb cümlənin tərkibində bağlayıcı söz olur. O da sual cümləsi yaratmır. Burada heç bir sual cümləsi məzmunu yoxdur A-da. Ona görə cavabımız nə olacaq? Sən hansı kitabları maraqlandırır? Hansı söz əvəzliyi? Bu da B. Bu da bəsit bir sualdır. 5. Nümunələrin birində şəxsə və kəmiyyətə görə dəyişməyən feil hansı sualına cavab verir? Biz avtomatik çox vaxt feil sifət üçün gəzməliyik. Feil sifət üçün gəzək. İnsanların etibarını qazanaraq çox uzaqlara gedə bilməzsən belə bir şey yoxdur. Şeir ilə, həvasla danışmağı ilə, hamının nə ilə tamamlıqdır. Mehriban gülüşlü qız burada feil sifət yoxdur. Kiçiklərə məsələ göstərməklə burada da nə ilə olmuqdur. Nəğmələrlə oxuduğu hansı ürəyincə oldu. Kimin, hər kəsin nə? Nəğmələr, hansı nəğmələr? Oxuduğu nəğmələr açıq-aşkar Y. Sonra yalnız qrammatik mənası olan sözü müəyyən edin. Yalnız qrammatik mənası. Kimi işlənir? Qoşma. Kimi işlənir? Əvəzlik. Bir də sual əvəzlik. 3 cür. Əvvəl zərf və qoşma. Ayrı sifət, zərf və qoşma. Əngəl, feil və ədat. Gəl gör sənə nə deyirəm. Ötürü yalnız qoşma kimi işlənir. Ötürü yalnız qoşma kimi işlənir. Sonra 7. Nə oldu burada? Gedilik C. Nümunələrin birində xəbər şəkilçisi olan feil idi köməkçi sözü ilə işlənmişdir. Baxaq. Öyrəndiklərini təkrarladı. Birbaşa başlanğıc forma artırılanda nə olurdu? Zaman. İdi deyil. Dünən fırtınadan çalxalanan dəniz bugün sakit idi. Sakit idi, amma feylə artırılmayıb. Bu ismə artırılıb. İsmi deyirəm, sifətə. B-də getdi. Davranardı. Ar zaman. Zamandan sonra gələndə nə sayılır? İdi. Və xəbər şəkli nə sayılırdı? Zaman. C. Sonra sadə cümlənin şəxsə görə növləri düzgün göstərilmişdir. Gərək başqalarına yuxarıdan aşağıdan baxmayasan. Bu ümumi şəxsli cümlədir. Bir səhv. Ədalətli insanlardan xoşum gəlir. Xoşum gəlir kimdən insanlardan, hansı insanlardan ədalətli mübtəda yoxdur. Bəli, 2 doğrudur, şəxsiz və daha çox frazelərlə ifadə olunur. Gecənin xeyrindən gündüzün şəhəri yaxşıdır. Yaxşıdır nə? Gündüzün şəhəri. Ümumi yox, müəyyən şəxsli. 3 də səhv. 1 ilə 3 ilə siləndə 2, 4 qalır, baxıq. Bezmişdi. Nədən? Onun yolunu gözləməkdən. Kim o? Burada bir onu bərpa edə bilərik. Bəli, müəyyən şəxslidir. Daldan atılan daş topuğa dəyər. Topuğa dəyər nə? Daldan atılan daş. Bu dimin topluda da bu sual var. Bu cümlə var. Bu da müəyyən şəxslidir. 5 də səhvdir. 2, 4 D. Hansı cəhətdən düzəltmə sözlər verilir? Biz baxar ki, avtomatik xoşbəxtlik mürəkkəbdir. Oxumuş sadədir. Qarışmaq sadədir. Saralmaq sadədir.
Ümidli, ümid bilizli, dilə 2 kök, 2 leksik şəkilsili, meşəlikdə 1 leksik şəkilsili söz. İyi. Mürəkkəb cümlə deyil, mürəkkəb cümlə deyil. Baxaq, biz avtomatik demişdik ki, nə olur? 2 ilə bağlananları biz atacağıq, deyil, mürəkkəb cümlədir bunlar. Artıq 3 il idi ki, nə? Doğma yurtdan tabisiz mürəkkəb cümlə. Əgər çox çalışsan, şərt bu cümləsi, bu da getdi. Dostlarını görməyə getdi, heç kim bunu tapmadı. Hər ikisi nədir? Həmzəs üzürlü, həmzəs xəbərli sadə cümlə. Ye. Keçək mətnə, mən mətni oxumuşam. Siz əgər oxumamısınızsa, oxusanız sonra işləsəz daha yaxşı olar. Oxumasanız belə cavablarını qeyd edirəm. Agatha Christie'yə aid olan xüsusiyyətlər. Biz baxırıq ki, uşaqlıqdan istedadlıdır və çalışqandır. 1-3 ye. Mətnlər üstə çox deyəməyəcəm, amma burada bu belədir, belədir. Asan suallardır bunlar. Hansı ki, əsaslandırma lazım olsa onları verəcəm. Hansı ifadədə 5-ci nöqtələrin yerinə yazıla bilməz? Baxaq, 5-ci abzası tapaq. Nöqtələr yerinə. Deyir, soralar Agatha münasibətdə bildirir ki, əvvəllər yazıcılığa bir hobbi kimi hələ yazıcılığa başlamayıb. Münasibət göstərir, yanaşır, baxır, münasibət başlamayıb hələ. Ye. Hətta mətnə əsasən cədvəldən uyğun fikirləri müəyyən edin. Bağlı məlumat yoxdur. Agatha Christie ilə bağlı məlumat var. Yoxdur, var. Yazıb oxumağı uşaqlıqdan bacarırdı. Bəli, var bu. Amma bizə bir lazım deyil buradan. Sonra 2. Ali təhsil almışdı, bəli. Bu məlumat yoxdur. Ancaq burada pianini almağa, dərs almağa getdiyi söhbətlər var. Bir də uşaqlıqdan yazıb oxumağı öyrənir, roman oxunur. O barədə var. Ali təhsildən söhbət getmir. 2. Arthur Conan Doyle ilə görüşmüşdür. Belə bir məlumat yoxdur. Sadəcə əsərini oxumuşdu. Dedektiv əsərlərini. Sonra musiqi təhsil almışdır. Bəli, 4 var. Pianini çalıb onu. Oxumağı anası öyrətmişdir. Xeyr, atası öyrətmişdi. Orada birinci abzasıdır. Hanı o cümlə? Atası. Söhbəti var. 2, 3, 4 Y variantı. Sonra mətnin hansı abzasına məzmununa uyğun olmayan cümlə buradaydı. Bax, roman yazılı ədəbiyyatın irəncimli bir janrıdır. Bu mətnimizin çox da bağlılığı olan bir cümlə deyildir. Burada romandan danışılmır və ya ədəbiyyatın arasında janrından danışılmır. Ona görə hansı abzas olur? 4-cü abzas deyil. Sonra mətn əsasən belə hökm vermək olmaz. 20-ci əsrdə qadınların yazısına məşğul olmasına əmankarlar yaradılıb. Xeyr, heç bir əngəldən söhbət getmir. Asanlıqla orada əsərlər yazmışdır. Elə A olacaq, 86 il yaşamışdır. Yəni 1976-dan biz çıxsaq əgər 1890-ı, bəli 86 il yanılır, B getdi. Dünyada dedektiv janrına böyük maraq göstərilir. Bəli, çünki deyir ki, orada neçə milyon, 120 ölkədə, 110 idi, 120 ölkədə tiraj buraxılıb. Düzdür, məktəbə getməmişdən var yazı, o vərdəşi formalaşa bilər. Burada var ki, məktəbə qoymamışdılar və o yazıçılıqla məşğul olmuşdu. Deməli, nə oldu? Bu da düz. Agatha Christie dedektiv janrı romanlarını yazan ilk yazıcı deyil. Bəli, çünki o özündən qabaq kimin əsərlərini, Conan Doyle'un əsərlərini oxumuşdu. Bu da düz cavab oldu. A. Sonra, o İngiltərənin Denver qraflığında ABŞ-a köçüb gələn zəngin mühacir ailəsindən idi. Hara artıra bilərik? Bu 2-dir. Baxaq, niyə? Baxın, burada deyir ki, bu cəhətdən bəxti gətirmişdir. Buradan sonra bir şey olmalıdır. Niyə? O filan zəngin ailədir söhbəti burada sanki yoxdur. O da hardadır? Həmən cümlə. Bu cümlənin 2-nin yerinə artırsaq tamamilə doğru olar. B. Bu qeyd edim ki, A variantıdır. Sonra əvvəlində hansı işarə qoymuş isimlərə məcazi mənada kontekstdən həqiqi mənada düşünülə bilər. Orada var ki, xəstəliyindən yatağa düşən, xəstəlikdən yatağa düşmək. Bir də başqa bir şey, kitab rəfin üstündən yatağa düşdü kimi biz qeyd edə bilərik. C. Sonra Agatha Christie haqqında hansı fikir mətnin həm 3, həm də 5-ci abzasında. Bu isə burada digərləri deyil, anasının həyatda böyük rolu olmuşdur. Baxaq indi, bax 3 və 5-ə, baxaq bir yerdə. Deyir ki, təhsilin əlindədir, amma Christie yazmaq oxu müstəqil öyrənərək ona uşaq vaxtında Ləhamüsün oxuları romanını oxuyur. O, anası onu fortepiano öyrənməyə göndərir. Həyatında rolu var. 5-ə də baxaq. 5-də də burada var idi. Ona deyir ki, qızının darıxmaması üçün ona hekayələr yazmağı məsləhət görür. Hər ikisində anası ona dəstək olmuşdur. Ona görə nə olacaq? Y. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlayan nümunələr yazın. Birinci sözün həqiqili və məcazili baxımdan fərqli mənada böyümək sözüdür. Böyümək sözünü biz yaza bilərik ki, ona olan qarşı nifrətin və ya sevgim günü-gündən böyüyür. Belə yaza bilərik. İkinci sözün yerinə görə qarşılığı, ikinci söz nə idi? İkinci söz yadımdan çıxdı. Tərcümə olunan əsərlər kimi tanındı. Yaza bilərik, məşhurlaşdı. Söz sahibi oldu. Bu tipli cümlələr yaza bilərik.
Birinci mətn belə, 20 də var. Deyir, dedektiv Janın kraliçası idi. Düz xətt uyğundur, yoxsa uyğun deyil? Bəli, uyğundur. Əsaslandırma. Çünki 120 ölkədə onun kitabları nəşr olunmuşdu kimi fikirlər yaza bilərik. Sonra 21. İkinci mətnimiz daha rahatdır. Birinci məmur və oğlan mətnidir. Baxaq. Mətnin yalnız əsas hissəsinə aid olan plan bəndlərini müəyyən edin. Məmurun özündən çıxması, bəli. Birincisində nəsə eləmək istəyirdi. Baxaq, əsas hissəni buradan işarə eləyək. Buradan da bura qədər. Bəli, özündən çıxır. Sonra kəndli ilə məmurun söhbəti, bu da elə 2-dədir. Məmurun kəndli lazımsız məsləhətlər verməsi, bu əvvəldədir. Baxaq, əsaslandıraq bir dənə sizin üçün. Yersiz məsləhətlər əsas giriş hissədədir. Məmurun utanması, baxın, utandı. Nəticə hissəsindədir. Bu utandı. Nəticə hissədədir. Biz bunu da silərik, bunu da silərik. Kəndlinin olan hazır düşünür, burada ortalardadır. Yəni əsas hissədədir. 1, 2, 5 C variantı. Sonra mətndə kvadrat işarəsinin yerinə uyğun olan məcazi mənalı ifadəni müəyyən edin. Aradan çıxmaq deyil, qəmgin məcazi deyil, məyus da məcazi deyil, çiçək sırtlamaq sevinməkdir. Dərdə qərmə batmış halda oğlunun yanına evə qayıdır. O mətndən rahatlıqla tapmaq olar. Hansı cümlədəki üçbucaq işarəsinin yerinə eşidilirsə, fikir məzmununa daha uyğun şəkildə tamamlanar. Baxın, bu buradadır. Atama əmr etmişəm ki, keçini bəsləyib o dağ buğda eləsin. Çünki burada görürük ki, balaca çəki daşı gətirir. Ona görə deyir ki, bax, dağın çəkisi nə qədərdir? Yəni, biz nə edə bilərik? Buyur, o dağı çəkib, bizə deyir ki, biz də o qədər sənə keçini o boyda gətirək. C yazdım. C. Bu C-dir. Sonra 24 fikirləri tamamlayaq. Mətndəki problemlər. Məmurun kəndlinin qarşısına əl çatmaz öhdəlik qoyması 1. Məmurun yersiz məsləhət verməsi, bəli. Bu problem deyil. Mülkələr rahatlıqla olur. 3-ü avtomatik silirik. Çıxmaq solundan hər zaman istifadə edilin. Avtomatik ilə burada olmaz. 1, 2, 5. Kəndli deyildi. Məmur da deyildi. Elə 5 kəndlinin oğlu. 1, 2, 5 D variantı. Rahat bir sual. Sonra 25. Mətnin giriş hissəsi əsasında dəqiqləşdirmək olar. Giriş. Qonşuluqda kimin yaşadığı yox, kəndlilər vardı. Hadisənin baş verdiyi fəsil məlum deyil. Nəyin irad tutulduğu xeyr. Məmurun yaşının neçə olduğu xeyr. Məmurun kənd təsərrüfatına görə bax bu uşaqlardan biri də səhv yazmışdı bunu. Baxın, diqqətli olmaq lazımdır. Niyə görə? Bax deyir axı, onlara təsərrüfat haqqında yersiz məsləhət verir. Demək ki, bunun anlayışı yoxdur ki, yersiz məsləhət verir. Elə deyil. Sonra hansı fikir mətnin məzmununa daha uyğundur? Kasıb ölər, kasıblıqdan söhbət gedir, minnətdən söhbət getmir, varlıq olan yerdə darlıqdan söhbət getmir, bol şirin dilin olsundan söhbət getmir, zəhmətin bara torpağın vardır, xeyr. Ağıllının əli işlər, yəni kəndlilər işləyir, ağılsızın isə o isə yersiz yerə deyinir, D variantı. Sonra mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən doğru fikirləri müəyyən edin. Deməli, mətndə üzərində yazılmış sözlər. Baxaq, dərmək sözü ilə əvəz edilsə, kontekstdəki məna heç bir dəyişiklik olmaz. 1-ə baxaq, 1-ə baxaq, 1-ə baxaq. 1. Deyir ki, çəlimsiz sümbül dərdini bil. Bir gün nə qədər çəlimsiz, adam kimi əməli başlısa, bir gündə nə qədər çəlimsiz sümbül çıxardığını, dərdini. Yox, o yerdən çıxardırsan. Demək ki, bu uyğunluq pozular. Biri biz silərik. Biri silsək, bu getdi, bu getdi. Sonra 2. Tərslikdən sözlə əvəz edilsə, kontekstdə yanlışlıq aradan qalxar. Baxaq 2-yə. Baxaq 2-yə. Xoşbəxtlikdən bir həftə sonra, bu xoşbəxtlik deyil. Təbii ki, tərslikdən ola bilər. 2 doğru. 2 doğru. Sonra belə getdi. Məğrurluq sözü ilə əvəz edilsə məzmuna uyğun olar. Məğrurluq. Baxaq. Dikbaşlığı yox, elə məğrurluq dikbaşlıqla eyni şeydir. Niyə əvəzlə olsun ki? Üstəsi, məğrurluq sözü ilə əvəz edilsə məzmuna uyğun olar. Hə, bu düzdür. Baxaq bir dənə. Baxaq. Axşam kəndi keçisinin dalınca gəldi. Məmur kəndini tanıyıb dikbaşlığı üçün ondan yox, dikbaş deyildi, məğrur idi. Özünü ona sındırmaq istəmirdi. Ona qədər bəli, bu doğrudur. Bura baxaq, bəs sonra bu xəbəri eşidib dedi. Oğlu bu xəbəri eşidib dedi. Mənimsəyib sözü ilə əvəz edilə bilməz, mümkün deyil. 4-də səhv, qaldı bir dənə 5-i yoxlasaq. Savadsız sözü ilə əvəz edilsə, kontekstdəki yanlışlıq aradan qalxar. Savadsızlıq sözü ilə baxsaq. Bir avam, kəndli, yox, savadsız başqa şeydir, avam başqa şeydir. Niyə yanlışlıq aradan qalxır ki? İkisi də eyni şeydir. 5 də yanlışdır, qaldı nə? Y variantı. Sonra mətnin əsasında hansı suala cavablandırmaq olmaz. Kəndlinin oğlu hansı cəhətinə görə atasına bənzəyirdi? Belə bir şey
yoxdur. Çünki məmur olmaqla mülkədar olmaq arasında fərq nədir? Fərq var, bəli var. Çünki niyə? Deyir ki, xoşgün görmək istəyirdi. Demək ki, orada xoşgün görməyib. Kəndli mülkədardan şəxsi asılılığa malik idimi? Burada belə bir şey yoxdur. Məmur hansı məqsədlə nail oldu? Heç birinə. Kəndli kimin alındı, nə vaxt gəldi? Bu da yoxdur. Kəndli mülkədarın şəxsi asılılığı var idi. Bunu cavablandıra bilmərik. Sadəcə ola bilər ki, olsun, ola bilməsin. Çünki o sonradan ora gəlmişdi. Bu da oldu nə? C. Mətnin sonundakı nöqtələrin yerinə uyğun fikirlər yazın. 29 ana. Mətnin sonundakı o geri döndü, onları rahat buraxdı, daha onlardan işi olmadı, boş-boş məsləhət verməyə çalışmadı. 3-4 dənə cümlə yaza bilərik belə. Məsələn, onlarla işi olmadı, onlara məsləhət vermədi, bir daha heç kimin işinə qarışmadı, kör peşman evinə qayıtdı. Geri döndü kimi fikirlər yaza bilərik. Birinci abzasdakı nöqtələrin yerinə elə nümunələri yazın ki, mətndəki xarakterinə uyğun olsun. Buraya yaza bilərik də çox danışan, yersiz məsləhət verən, lovğa, özünü bəyənən bu kimi fikirlər yazsaq doğru olar. Bu qədər. Biraz sürətli verdim çünki mətn asandır. Mətni oxuyandan sonra rahatlıqla əsas cavabları da onlarda tapa bildiniz. Bu qədər. Sağ olun.